Yeyip içen oğlanlara agronlu salam. Getdik. Ya ben yavrum. Eşq olsun. Belə yerdə istirahət edən oğlanlara. Qəşəng. Hələ odur ki var. Bu videonu çəkib açıqlama vermək istəyirəm ki, bayaq biz əkinin içi ilə yox, oradan yol var idi. Sadəcə olaraq o yolu ot basmışdı deyə görsənmirdi və icazə olan yerdəyik. Hansı ki, gölün ətrafında görürsünüz, dəmirlər var, çəpərlər. Oradan içəri girməyə icazə yoxdur. Yəni burada gəlib oturmağa icazə var. Adamsın. Manga. Sen bunu çektin olur mu? Kal bir elinde sen burada. Bu da şu köyüne nemden verilişinden kalandı da böyle kalıp oradan. Yani dağda da belede de Seymur ot çıkardı. Belə həmkə xeyir işlərdə, dostlarla, qardaşlarla belə oturub yeyəcək, gəzək özümüz üçün. Pis gün biz belə keçirik inşallah. Nömrəvi istəyirdilər, deyə bilərsən. Deyirlər Seymur bəy gəlsin bizim üçün yemək hazırlasın. 077 577 65 23. Nömrəsinə zəng edərək Şef Seymuru dəvət edə bilərsiniz. Götür, gör nəfər dadı var axı buna. Bişib bəyəm o? Yox, hələ düşməyib. Koy kafanı biraz şeylersin. Ha, bu qapaq elə bir biraz böyük oldu ya, ha? Yanlarından çıxır. Olsun, ev yok, olsun. Kənd uşaqları yaxşı bilir bu nədir. Kim bilirse bunun adı yatsız ev bilmez. Kim yeyibsə bundan, dadın bilən varsa, sən bilmirsən nədir, amma kənd uşaqları bilir bu nədir. Bilirəm, prosta ki, bir dənə gözləyirəm ki, yorumlar kim nə yazırsan. Seymur, Bəli. əslində bir çox xanımın, bax, belə xəyalında aşpaz oğlan obrazı var da. Bunu bilmirəm belə dəqiq. Amma yazsılar bilirəm. Subayçılıq da Seymur, ha? Elhamdülillah, anadan gəlmə. Oy Orxan, yemə, gət bura. Dostlar, dözə bilmirik, yeməyin pişməyinə çox az qalıb. Səbirli olun bir dəqiqə. Açı kabak öyle var ya. Bu nə deyə?
Hem yemeğe çek Orhan. Hem de ki bir tane mənzərəni çek. Bir tane mənzərəmizi çek. Yeyip içen oğlanlara agromlu salam. Bu çay. Mən 100% deyirəm ki, Şabran rayonun kəndlərindən yetişən çaydır. Özümüz yığmışıq bu çayı. İçinə bir daha baxalım, zəhmət olmasa. Bir dənə yoruma yazsınlar görün bunun içindəkilər. Bax. Bunlar nədir? Bax. Bunlar nədir? Odun çayın inavkı səni. Gələn səfər kim bilirsə belə mənzərəli yer, fərqi yoxdur. Şabran, Quba, Xaçmaz. Yazsınlar görüm girək harda istirahət eləyək. Həmin adamı etiketləyəcəyik. Sağ olun, salamat qalın. Bizi izləyənləri öpürəm, var olun. Videomuzu bəyənin. Gecəniz xeyrə, Allah amanda.